Salam. Bu videoda müəllimlərin işə qəbul imtahanına düşə biləcək bir limitin hesablanmasını göstərəcəm. Məsələ Ələddin müəllimin kitabındandır. Məsələnin şərtini görürsünüz. Bu limiti hesablamaq lazımdır. X 2'ye yaxınlaşanda x kvatı minus 4 0 olur. Diğer vuruqda sonsuzluq olur. Yəni bu 0 vurulsun sonsuzluq şəkilli bir qeyri-müəyyənlikdir. Bunu hesablayacağıq. İlk öncə deməli x kvatı minus 4'ü vuruqlara ayıraq. X minus 2, x plus 2 vurulsun. Bunu da 1 bölünsün. Tan 3 pi böl 2 vur x yazım. X 2'ye yaxınlaşır. Burada təbii ki, L'Hopital teoremini də tətbiq edərək etmək mümkündür. Amma mən L'Hopital teoremsiz yazacağım. L'Hopital teoremindən yazan da limitin zövqü itmiş olur. Ona görə həm də orta məktəbdə yoxdur. Burada x minus 2, x plus 2 olacaq. Burada tan 3 pi bölü 2 vur x. Tangensin dövrü pi'dir. Ona görə mən 3 pi çıxsam dəyişməyəcək. 3 pi bölü 2 vur x minus 3 pi. Belə yazıram. Elə yazmaqda məqsəd var. Burada deməli olacaq tangens 3 pi bölü 2'nin də mötərizə xalinə çıxartsam əgər, burada olacaq x minus 2 qalacaq. Süət məxrəcində x minus 2'ye bölüm. X minus 2'ye bölürəm süət məxrəcini. X 2'ye yaxınlaşır. Belə bir limiti bilirik. Onu hazır istifadə eləyəcəm. İsbatını birinci görkəmli limitdən eləyə bilərsiniz. X 0'a yaxınlaşanda limit tan ax bölü bx bizə a bölü b verər. Birinci görkəmli limitlə bunu çox asan isbat eləyə bilərsiniz. İndi x 2'ye yaxınlaşanda məxrəcin limiti, baxın bu ifadənin limiti x çıx 2 də 0'a gedəcək. Bizə 3 pi bölü 2 verəcək o. Bu da 4 olacaq. Bu da bizə verəcək 8 bölünsün 3 pi. Cavabımız da D olur. Beləcə də limit hesablandı, amma L'Hopital teoremlə də hesablaya bilərsiniz. Mən L'Hopital teoremsiz yazdım. Növbəti videoda görüşərik. Sağ olun.